Mən etdiyim sonuç çox möhtəşəm oldu. Siz də hazırlayın, həm görünüşünü, həm dadını çox sevəcəksiniz. 200 ml süd, 140 ml su, 8 qram maya, 60 qram şəkər birlikdə qarışdırırıq. 1 yumurta, 100 ml bitki yağı, 1 çimdik duz, 550 qram un. Unumuzu az-az əlavə edirik. Ərzaqların dəqiq miqdarını videonun alt hissəsində qeyd edəcəm. Yumşaq, ələ yapışmayan xəmir olur. Xəmirimizi acıtmağa qoyuruq. 4 xörək qaşığı un, 2 xörək qaşığı şəkər, 100 qram kərə yağı birlikdə qarışdırıb içliyimizi hazırlayırıq. Hazırladığımız umazdan biraz götürürük. Acıyan xəmirimizi əlimizlə biraz öfkələyirik, maya gəlməsin və kündələrə ayırırıq. Kündələrimizi unlayıb yayırıq. Videoda göstərdiyim boyda yayırıq. Ara qatını yağlamaq üçün 100 qram kərə yağı götürürük və 2 qatlayırıq. Hər iki ucuna içliyimizdən qoyuruq və bükürük. Bütün kündələrimizi eyni qayda ilə edirik. Soba tavasına yığırıq. Ortadan stəkan qoyuruq ki, yumru forma alınsın. Ortasına da adi yumru qoyuruq. Xəmirimizi 20-25 dəqiqə dinləndiririk. Üzərinə 1 yumurta sarısı, 1 çay qaşığı süd qarışdırıb vururuq. Və əvvəlcədən ayırdığımız umacı da üzərinə tökürük. Əvvəlcədən isitdiyimiz 180 dərəcəli sobada 30-35 dəqiqə bişiririk. Və möhtəşəm bulkularımız hazırdır. Hazırlayan hər kəsə nuş olsun. İzlədiyiniz üçün təşəkkürlər.